Ademem mennani besir. Evvelin halkın sen oldun, beldi hurşidi kamer. Şanı ver, çok da veli fahreyleme ey bul beşer. Allah-u Teala Adem Aleyhisselam'a deyir, ey bəşərin atası, çox mənəm demə, öyünmə, düzdür səni aydan günəşdən sonra xəlq eləmişəm, amma səni yaratmaqda məqsədim var. Çünki bu cürdür, alimlərimizin dilindən deşilmişik ki, buyurulur, Allah-u Teala buyurdu, ey mənim Peyğəmbərim, əgər sən olmasaydın, 18.000 aləmi xəlq eləməzdi. Sonra nə deyil? Deyil, ey mənim Peyğəmbərim, əgər əli olmasaydı, səni yaratmazdı. Axırda nə dedi Allah? Dedi, and ola, öz zatına, Peyğəmbər, Zəhra olmasaydı, sizin heç birinizi yaratmazdım. Zəhra mənim öz nurumdur. İndi Adem'e gör nə deyir? Adem, xilqətin əsrarını ayrı səyah xəlq etmişəm. Buna gözəl təşvik istəyəcəm. Xilqətin əsrarını ayrı səyah xəlq etmişəm. Nur idi Zəhra, onu səndən qabaq xəlq etmişəm. Fatimən nuri xəlaikdi qəsəm öz zatımə. Allah hamd içir. Qoyla öz dilimizdə deyim. Fatimən nuri xəlaikdi andola öz zatımə. Xəlq edəndə mən səni Adəm, hətta dedim ya Fatimə. Xəlq edəndə mən səni, hətta dedim ya Fatimə. Gez dolan کوچه و بازار دلن یا زهرا سیر العالم اسرار دلن یا زهرا یا دل کوچه و بازار دلن یا زهرا یا زهرا خانم şiədən öz rişəsini qırmayacaq bu xanım şiədən öz rişəsini qırmayacaq. Kim dese ya Fatime Allah onu sındırmayacak. Yar-ı Zehran-ı cehennem o değil. Bağlıysan bunun kafiyesi. Kim dese ya Fatime Allah onu sındırmayacak. Yar-ı Zehran-ı cehennem o değil. Yandırmayacak. Ey olan Fatime'nin yarı denen. Ya Zehra. Zehra. Utanırsan hanımın adını almaqda dilə. Bura qədər nə qədər ya Zəhra demişsən, işim yox. Amma bundan bu tərəfə gərək fərqli ola. Utanırsan hanımın adını almaqda dilə. İstəyirsən bu sıxıntı, bu utanmaq çəkilə, bu təkəbbür ləkəsin, sil gözünün yaşı ilə, özünü saxlama zəhmətdə, demə! Ya Zəhra! Özünü saxlama zəhmətdə, demə! Ya Zəhra! Mən bu şeirin neçə beytini keçirəm, doğrudan əziyyət çəkib bu şair, neçə beyt yazıb xanım Zəhradan, amma şeylə qiymət verənlər, məxsusən bizim əzimiz, Seyyid, hər iki tərəfdə əyləşən Zəhra balaları, bunlardan özür istəyirik. Bunların müəllifisidir əslində. Amma diqqət elə bu beytə, doğrudan xanım Zəhranın bir dənə qeyrətindən yazıb bu şair. Bu diyaloqundan yazıb. Da bu məclis məhrəm məclisidir də, burada ki naməhrəm yoxdur. Gərək bir dənə ox olsun sənin sözün bu Vahabilərin gözünə. Buradan bir dənə ox olsun, ya Zəhraların bir dənə ox olsun onların gözünə. Neçə dənə beyt yazıb, hamısından keçirəm. Amma xanım Zəhranın
Xəlifə-i Sani ilə bir söhbətin alıb qələmə. Bildiyində kimi deyirəm. Bu adını da deyim də. Ömərlə bir dənə diyaloqun alıb şeirə. Amma çox doğrudan tufan eləyib bu beytdə. Dedi mən səncəri sari təvəlladə varam. Üzün dolandırdı o xəlifə-i Saniyə. Dedi mən səncəri sari təvəlladə varam. Dözmərəm zülmü cinayət rəvişin xoşlamaram. Ölərəm leş əlinin ətəyin boşlamaram. Qoymaram tək qala sərdari denə. Qoymaram tək qala sərdari denə. Dedi Zəhra ki düşüb rükni vilayət xətərə. Üst dolandırdı baxıb bir-bir o 300 nəfərə. Hamını rədd elədi, baxdı qəzəblən Ömərə. Şiiri tək başladı quftarı denən. Zəhra nə dedi? 2 dənə beyt yazıb, Allaha and olsun tufan eləyib ha. Xanım Zəhranın dilindən bir yazı. Amma haqqını əda eləyə, sizdir, bizdir, bu şairin zəhməti yerə dəyməsin. Gör nə gözəl yazır. Hamını rədd elədi, baxdı qəzəblən Ömərə. Şiiri tək başladı quftarı denən ya Zəhra. Nə dedi? Dedi kişi deyilsən səni mən yoxsa çəkərdim məhəkə. İzni versəydi əgər şər məni bir köməyə. Öz əlimlə səni mən basil edərdim dərəkə. Görsədərdim sənə peykarı denən Zəhra. Bu beytə bax. Dedi mən rəci eşqidə qeyrət qanının suşişiyəm. Sən məni yaxşı tanımısan. Dedi mən rəci eşqidə qeyrət qanının suşişiyəm. Mənə o rədd demə, mən 7 göyün ərzişiyəm. Mənə xanım demə, mənə qadın demə, mən 7 göyün ərzişiyəm. Bunun bağlamağına bax. Mənə o rədd demə, mən 7 göyün ərzişiyəm. Nə qədər o rədd olam, mən yenə səndən kişiyəm. Bir xanım çadranı üst-üstə geyə İsmətdir. Bu nə adətdir, nə şöhrətdir, nə də minnətdir. Fatimə sadəcə başdan ayağa qeyrətdir. Sən də varsansa bu qeyrətdə denə. Ya Zəhra! Sən də varsansa bu qeyrətdə denə. Ya Zəhra! Sən nəzər eyləmisən heç öz həyat minvalıva. Xanımın məclisinin mehmanısan, xoş halıva. Anavun öp ayağın, sürt tozunun saqqalıva. Niyə? Ki doğuldum bu məhəbbətdə denə. Ya Zəhra! Xoş sənin halıva, məsumlara vardır inamın. Hacı Eşən Xəzər yazıb ha bunu ya, gözəl yazıb. Xoş sənin halıva, məsumlara vardır inamın. Xanımın göydə mələklər tanıyırlar məqamın. 50-60 il tut xanımın eytiramın, sonra Firdosidə cənnətdə denən. Ya Zəhra! Bu gecə məclisi İsmətdə denən. Ya Zəhra! Gəldiyan cərgəyi heyyətdə denən. Ya Zəhra! Mənə minnət qoyulub bir işi eyilim icra. Deyirəm kar qulağın açsın eşitsin dünya. Hər dilin qüdrəti yoxdur, çağıra ya Zəhra. Hər dilin qüdrəti yoxdur, çağıra ya Zəhra. Səndə vardırsa bu fitrətdə denə. Ya Zəhra! Gəl dayan cərgəyi heyrətdə denə. Ya Zəhra! Elə məclisdə olur,
məclis halal, ruzi halal. Maşallah. Görəcəksən biri var, zatı xarab, şimrə misal. İraq bizim məclisdə. Var da bu cürdə, görürsən, İraq tuturlar. O qədər olub elə məclisdə ziyafətlər oxumuşuq. Söz deyirsən, şappıltı ilə yapışır qabırğasına. Başlayır sənə suallar verməyə. Ola bilər, belə bir sual verilsə, Hacı gözəl yazıb cavabı da var. Elə məclis də olur, məclis halal, ruzi halal. Görəcəksən biri var, zatı qırıq, şimrə misal. Qəflətən xavr eləmək niyyətinə versə sual, kim olub əvvəli xilqətdə denən? Ya Zəhra! O desə, Adəmi əvvəldə yaratmışdı Xuda. Nə danışırsan sən, necə yandı zəhra? Deyərdə sənə buna, bunun dəlili var, söykənən yeri var axı. O desə, Adəmi əvvəldə yaratmışdı Xuda. Sən denə, səbr elə, vardır cavabın, gözdə, gəda. Düzdür, Adəm yaranıb əvvəli xilqətdə.